Təsəvvür eləyin ki, dəvə dərmansız, kimyasız və s. preparatsız müalicə eləyə bilərsiniz. Baxın bu yaraya. 2 gündür. Artıq sağalıbdır. Mən bunu çıxarda da bilərəm. Sadəcə harasa dəyəndə təzədən qanamasın deyə, yara açılmasın deyə hələ ki zərifdir. Dəymirəm. Gözümün önündə bu sağalır. Gözümün önündə. Başa düşürsünüz? Heç bir şey yəni eləmədən. Bax, eyni proseslər bizim daxilimizdə də baş verir. Eyni bir şeylər. Eyni bir şeylər. Sadəcə bədənə nə etmək lazımdır? Bədənə dəyməyin. İcazə verin, bir bədən təmizlənsin. Dəstək olmaq istəyirsinizsə, ona təbiətcə verilən məhsullarla dəstək olun da. Bir fasilə verin də, bir bunu saxlayın da, nə olar ki? Nə? Öz sağlamlığınızın xətrinə. Heç bir həkim sizin yerinizə gəlib hərəkət eləməyəcək. Hərəkət. Heç bir həkim sizin yerinizə qidalanmayacaq. Bunlara siz məsuliyyət daşıyırsınız. Bax, buradan girən bir şeyə siz məsuliyyət daşıyırsınız. Bax, buna görə siz məsuliyyət daşıyırsınız. Bunun artıq fərqində olmaq gərəkir.